Xeyr olsun dəyərli izləyicilərimiz, xoş gördük sizləri. Məşnağa sağlamaz sivildə. 4 sot torpaq sahəsinin üzərində bax belə bir həyət evini çıxıb çatışır. 3 otaq, bir mətbəx, bir sanuzel, bir də həyətdə sanuzel var. Təqdim edəcəyik inşallah, təqdim edəcəyik sizlərə. Torpağın çıxarışı vaxtıncadır. 2 manat qiymət 85.000 manatdır. Reallıq olarsa inşallah yəqin ki endirib olunacaq. İnşallah həyəti təqdim edəcək. Cüzi xırda belə deyək də yekunlaşma işləri qalıb. Sağ sonra biz biraz tələsdik çəkilişinə. Gəl qardaşım. Gəl. Divarın fasadlanması qalıb. Sonra evdə balaca bir xırda işlər qalıb. Sağ tərəfində rahat bir şəkildə keçidi var. Sol tərəfində eyni qayda ilə. Və bu hissəsi, torpaq qalan hissəsini təqdim edəcək zəhmət olmasa. Gəl qardaşım bu hissəyə. Burada suyun axıntısı üçün fikir verin. Tamamilə suyun axıntısı üçün yer qoyulub. Evin arxa hissəsinə rahat bir şəkildə yəni fırlanmaq olur və keçid etmək olur. Yəni sağ tərəfdən girib sol tərəfdən çıxış etmək olur. Yerdən də ən azından 6 daş kürsülədir. Və giriş hissəsini sizlərə təqdim edək. Qardaşım daha şəkildə izləyicilərimiz istəsinlər. Sağ tərəfi də göstər zəhmət olmasa. Bax, həyətdə də sanuzel nəzərdə tutub, orada tamamlanmışlar və hətta sağ tərəfdə belə gül üçün əşmənin yeri qoyulub və qalxaq içərinin təqdimatına inşallah. Buradan bir dənə qardaşım zaten göstərərsən, gəl buna. Keçdik evin içərisində təqdimatlı. Geniş bir koridordur. Fikir verin. Geniş bir koridordur. Sağ hissəsini təqdim edək. Və qeyd etdiyimiz kimi cüzi tamamlayışla prim tutarının bəzi şeylər var qoyulmuş. Kommunun xətlərinə qədər qoyulub. Şimdi göster. Öteki şeylerin pencereler, elini bir pencere. Ve bu da mətbəx hissəsidir. Geniş bir mətbəxi var. Şeylerin mətbəx sistemi var ki hazır. Burada da xırda işlər. Bunlar tamamlanıb veriləcək. Sonra yataq otağına təqdim edək. Yəni bunlar da kiçik deyil zaten. Və ona nəzərinizi çatdıraq ki, hər otağın aboy ayarı var. Fərqli. Bu eynən bu otağı da göstərək sizə. Bu otaq yəni kişi otağı.